13-cü fəsil. Dünya dardır. İnsanlarla təsadüfən rastlaşmırıq. Bəziləri ibrət dərsi, bəziləri cəza, digərləri şans olaraq qarşımıza çıxır. Xalq aforizmi. Novxanıdakı evə yaxınlaşanda artıq dayanmış maşınların sayından məlum olurdu ki, qonaqların demək olar ki, hamısı gəlib. Ramin qapını döyməyə macal tapmamış, ev sahibi və tədbirin səbəbkarı olan Emil qapını açmışdı. Nəhayət ki, biz sizi çoxdan gözləyirik. Ləman artıq Günaya zəng etmək istəyirdi. Emil ucadan qışqırdı. Onun səsinə Emilin həyat yoldaşı Ləman qaçaraq gəldi. Üz cizgiləri Günay və Sonanın cizgilərinə oxşayan çox yaraşıqlı gənc qız. Qəhvəyi gözlər və dolğun, aydın konturlu dodaqlar. Onların qohum olmaları dərhal nəzərə çarpdı. Sizi görməyə çox şadam. Tələsin, hamı artıq buradadır. Deyib qızları tək-tək qucaqladı. Təbrik edirəm qardaş, 100 yaşa. Ramin Emili bərk-bərki qucaqlayaraq, Qaliblə tanış ol, dedi. Qalib, tanışlığımıza şadam. Sənin haqqında çox eşitmişəm. Amma məni ən çox sevindirən odur ki, indi Ramin enerjisini paylaşmaq üçün məndən də savayı dost tapıb. Emil gülümsəyərək Qalibin əlini möhkəm sıxdı. Hədiyyələri səbəbkara təqdim etdikdən sonra bütün kampaniya böyük uzun bir masanın 13-cü fəsil. Dünya dardır. İnsanlarla təsadüfən rastlaşmırıq. Bəziləri ibrət dərsi, bəziləri cəza, digərləri şans olaraq qarşımıza çıxır. Xalq aforizmi. Novxanıdakı evə yaxınlaşanda artıq dayanmış maşınların sayından məlum olurdu ki, qonaqların demək olar ki, hamısı gəlib. Ramin qapını döyməyə macal tapmamış, ev sahibi və tədbirin səbəbkarı olan Emil qapını açmışdı. Nəhayət ki, biz sizi çoxdan gözləyirik. Ləman artıq Günaya zəng etmək istəyirdi. Emil ucadan qışqırdı. Onun səsinə Emilin həyat yoldaşı Ləman qaçaraq gəldi. Üz cizgiləri Günay və Sonanın cizgilərinə oxşayan çox yaraşıqlı gənc qız. Qəhvəyi gözlər və dolğun, aydın konturlu dodaqlar. Onların qohum olmaları dərhal nəzərə çarpdı. Sizi görməyə çox şadam. Tələsin, hamı artıq buradadır. Deyib qızları tək-tək qucaqladı. Təbrik edirəm qardaş, 100 yaşa. Ramin Emili bərk-bərki qucaqlayaraq, Qaliblə tanış ol, dedi. Qalib, tanışlığımıza şadam. Sənin haqqında çox eşitmişəm. Amma məni ən çox sevindirən odur ki, indi Ramin enerjisini paylaşmaq üçün məndən də savayı dost tapıb. Emil gülümsəyərək Qalibin əlini möhkəm sıxdı. Hədiyyələri səbəbkara təqdim etdikdən sonra bütün kampaniya böyük uzun bir masanın qurulduğu həzəng salona girdi. Qızlar Ləmana süfrə açmaqda kömək etmək üçün dərhal mətbəxə keçdilər. Ramin isə Qalibi otaqdakı oğlanlarla tanış etməyə getdi. Bunlar əsasən Ramin və Emillə eyni qrupda təhsil alan uşaqlar idi. Bəziləri tək, bəziləri isə sevgililəri ilə gəlmişdi və indi həmin xanımlar mətbəxdə Ləmana kömək edir, kişilər üçün söhbət etmə imkanı yaradırdılar. Qaliblə tanış ol, bu Yusifdir. Məruzəni birlikdə dinləyən 3 qrupun ulduzu və qızların valeh olduğu oğlan. Yusif başını qaldırıb istehzalı baxışla Qalibi süzüb, əlini uzadaraq dedi. Deyəsən artıq tanış olmuşuq, amma bir-birimizi düzgün tanımağa vaxtımız olmayıb. İndi belə bir imkanımız olacaq. Qalib dərhal anladı ki, bu oğlan Adilin özünə saat aldığı gün dalaşdığı həmin oğlan idi və onu tanıdı. Aradan 2 il keçsə də, Qalib hər şeyi dünənki kimi xatırlayırdı. Görünür Yusifdə. Yusifin əlini sıxan Qalib, səssizcə bu oğlandan uzaqlaşmaq qərarına gələrək Raminə tərəf tələsdi. Yeməklər soyuyur. Haydi, süfrə başına, Ləman elan etdi. Masa arxasında əyləşən gənclər ev sahibəsinin kulinariya bacarıqlarını tərifləməyi unutmadan canlı söhbətə davam etdilər. Atmosfer mehriban və sakin idi. Günayın və Sonanın arasında əyləşən Yusifin əyyaş baxışlarını görənə qədər Qalib üçün də belə davam edəcəkdi. Çünki Sonanın necə gərgin olduğu Qalibin nəzərindən qaçmadı və Sonanın ona baxmaqdan gözünü yaşırdığını görəndə onların bir-birini tanıdığını anladı. Qəzəb və qorxu hissi bütün vücudunu bürüdü.
Bu oğlanın Sona tərəfə baxmağa cürət etməsinə qəzəblənməklə yanaşı, qızın bu oğlana aşiq olacağından qorxdu. Açığı bu oğlan qızların sevdiyi tipdir. Gözə gəlimli və yaraşığına əmin olan tip. Qalib həmin anda nə qədər qıcıq olduğunu gizlədə bilmədi və diqqətini Yusifin sözlərinə yönəltdi. İkinizdən hansının biri ilə bulvarda rastlaşdığımı xatırlamağa çalışıram. Əlində tarix dərsliyi də var idi. Yusif bir anda hər iki qıza müraciət edərək soruşdu. Günay sual dolu nəzərlərlə Sonaya baxdı. Mən idim. O nəhayət böyük gözlərini oğla qaldırıb cavab verdi. Biz hələ də tarixin həyatımıza təsirini müzakirə etməyə macal tapmadıq, Yusif qeyd etdi. Ehtiyac yoxdur, Sona etiraz etdi. Biz artıq başa düşdük ki, bu məsələdə fərqli fikirlərimiz var. Məncə hər halda bunu bir fincan qəhvə arxasında müzakirə etməliyik. Çünki məlum deyil ki, taley bizi birdən nə vaxt qarşılaşdıracaq, Yusif təkid etdi. Taley ilə yanaşı, insanın həyatının gedişini dəyişə bilən iradəsi də var, deyə Sona cavab verdi. Sona, gəl mətbəxə gedək. Çay dəmləyib şirniyyət üçün süfrə qurmaq vaxtıdır. Günay qəflətən Sonanı masa arxasından çıxardıb mətbəxə tərəf getdi. Bütün söhbəti eşidən Qalib bir dəqiqə sonra onların arxasıca getdi. Bu oğlandan uzaq dur və ona tərəf belə baxma. Ləmandan eşitdim ki, o qadın düşkünüdür. Onu ancaq ona görə dəvət ediblər ki, Emillə Yusifin valideynləri ailə dostudur, deyə Günay Sonanı sərtliklə danlayanda qəflətən mətbəxin girişində Qalibin dayandığını gördü. Masa arxasında söhbətinizi eşitdim. Əlbəttə ki, bu mənim işim deyil, amma onun hərəkətləri, ünsiyyəti sənə xoş deyilsə, mənə bu barədə xəbər ver. Çoxdan tanışılırsınız. Qalib nə istədiyini gizlətməyə çalışmayaraq və onun cavabını eşitməyə qorxaraq ehtiyatla soruşmağa çalışdı. Hər şey yaxşıdır Qalib, qayğına görə çox sağ ol, deyə Sona cavab verdi və biraz pauzadan sonra əlavə etdi. Biz bir-birimizi tanıdığımızı demək olmaz. Evə gedərkən bulvarda onu arxadan başqasıyla səhv saldım. Sonra o məni qəhvəyə dəvət etdi. Mən imtina etdim və evə getdim. Vəssalam. Sonra düz Qalibin gözlərinin içinə baxdı və oradan narahatlıqla yanaşı arxayınlıq gördü. Bütün bunları niyə ona danışdığını özü də anlamırdı. Ancaq Qalibin diqqəti və səmimi qayğısı onu özünə cəlb etdi. Bir saniyəlik Qalibin ürəyi sıxıldı. Yanıldı mı? Bulvarda. Diqqətlə baxan olsa, arxadan onu və Yusifi asanlıqla çaşdıra bilərdi. İkisi də hündür boy, qamətli, qara saçlı idi. Ancaq Qalib bu fikri dərhal rədd etdi. Çətindir o epizodu xatırlasın. Və sonra özü də bilmədən qəfil sual verdi. Bəs ona niyə rədd cavabı verdi axı? Heç də dəqiq bilmirəm. O məni dərhal hə deyəcəyini gözləyirdi və onun bu əminliyi mənə xoş təsir bağışlamadı. Bir də onun çox qəhvə içdiyini hiss edirəm. Sona gülümsədi. Qalib güldü. Sonra ürkəkcə soruşdu. Bəs səni mən dəvət etsəm razılaşarsan? Sona həyəcanla ayağa qalxıb Günayı axtararaq arxaya çevrildi. Və ondan sonra ki, bacısı onları tərk edib çoxdan mətbəxi tərk etmişdi. Bəlkə bu sualı mənə sabah təkrar verəsən. O sual dolu nəzərlərlə ona baxdı. Qalib gülümsədi. Başını yəlləyərək tələsik mətbəxdən çıxdı. Masadakı qabları yığışdıran Ləman və digər qızlara yol verdi. Qəlbində sevinir və Sonanın ondan imtina etməyəcəyinə ümid edirdi. O onu bacısını axtarmaq bəhanəsi ilə həyəcandan ətrafa boylanmasından və onunla məsləhətləşmək istəməsindən anladı və bu ona müsbət cavab alacağı ilə bağlı ümid verdi. Otağa qayıdan Qalib, kampaniyadan aralıda kresloda əyləşən Yusifin dəlib keçir baxışlarını tutdu. Qalib ona məhəl görmədən son futbol matçı ilə bağlı ümumi söhbətə qoşuldu. Qızlar təzə dəmlənmiş çay nimçiləri ilə şirniyyat və meyvələr gətirmişdilər. Ay qızlar, Çingiz dayıya limon söz vermişəm. Kim gedib ağacdan dərə bilər? Ləman birdən xatırladı. Mən dərərəm, narahat olma. Onu düşündüyün üçün atam çox şad olacaq, deyə Sona oturduğu yerdən qalxdı. Gözünü Sona'dan çəkməyən Qalib, onun həyətə çıxdığını və bir dəqiqə sonra Yusifin də Sona'nın arxasıca getdiyini gördü. Pəncərəyə yaxınlaşan Qalib, Yusifin qıza necə yaxınlaşmasına və Sona'nın bu gözlənilməz hərəkətdən necə titrəməsinə şahid oldu.
O Yusifin yırtıcı, özündən müştəbih gülüşünü və Sonanın evə necə baxdığını da görmüş oldu. Yusif Sonanın əlini tutub ona söz deyən zaman Qalib səssizcə qapıdan çıxdı. Mənə elə gəlir ki, istənilən qızı razılaşdırmaq olar. Sadəcə düzgün sözləri tapmaq lazımdır. Ona toxunma, o artıq sənə hər şeyi deyib. Yusifin arxasından Qalib göründü. Sona, Günay səni çağırır, deyib artıq Sonaya müraciət etdi. O Yusifə kürəyini çevirib evə girəndə davam etdi. Görürəm axırıncı görüşümüz sənə heç nə öyrətmədi. Mənə bir şey öyrətmək sənin işin deyil. Görürəm gözün onun üzərindədir. Rəqabətə tab gətirə bilməyəcəyindən qorxursan. Fikir vermə. Bəlkə onunla işin bitəndən sonra sənə də nəsə çatdı. Yusif gülümsədi və bir saniyə sonra Qalibin yumruq zərbəsindən yıxılaraq yerə uzandı. Onu torpağa sıxan Qalib hər sözü vurğulayaraq aydın danışdı. Ona tərəf baxmağa cürət etmə. Əks halda qançırla canını qurtarmayacaqsan. Ayaqlarını qıraram. Qalib, sakit ol, lazım deyil. Ramin onun yanına qaçdı və onu Yusifdən ayıraraq əlavə etdi. Onu rahat bırax, ona əl bulamağa dəyməz. Emilin ad günündə qanıqaraçılıq salmayaq. Qızlar artıq yoldadır, biz evə gedirik. Sən isə sağ ol deməlisən ki, qonaqlıqdayıq. Yoxsa Qalibə səni üz-gözünü bəzəməkdə məmnuniyyətlə kömək edərdim. Yusifdən ayrılan Qalib artıq Günay və Sonanın mindiyi maşına tərəf addımladı. Maşında heç kimin pozmağa cəsarət etmədiyi cərgin bir sükut hökm sürürdü. Qalib başa düşdü ki, yenidən özünü ələ ala bilməyib, yumruqlarını işə saldı. Lakin bəzən o konkret vəziyyəti başqa hansı yolla həll edəcəyini başa düşmürdü. Və məlum oldu ki, hər dəfə görüşəndə onu özündən çıxartmağa nail olub. O, Sonanın onun haqqında nə düşünəcəyindən narahat idi və artıq Ramindən səbirsizliyinə bağlı mühazirə eşitməyə hazırlaşırdı ki, Qalib, çox sağ ol, səni belə yöndəmsiz vəziyyətə saldığım üçün üzr istəyirəm. Sona sakitcə dedi. Qalib qızın zarafat edib etmədiyini anlamaq üçün təəccüblə arxaya çevrildi. Özünü donuz kimi aparan o idi, sənin qətiyyən günahın yoxdur. İlk görüşümüzdə eyni şəkildə davrandığını, yalnız tanımadığı başqa bir qıza qarşı davrandığını nəzərə alsaq, çox güman ki, bu onun daimi halıdır. Görünür, hər dəfə onunla görüşəndə onun üzünə yumruq atmaq mənim taleyimə yazılıb, Qalib təbəssümlə əlavə etdi. Bilirsən, mən isə bu dəqiqə qəzəbimdən partlayıram, deyə Ramin birdən dedi. Üzünə vurduğun üçün yox, məni çağırmadığın üçün. Mən də sənə böyük məmnuniyyətlə kömək edərdim və tək başına əylənməyi vərdişə çevirmə. Hiss olunur, deyə Qalib güldü. Yeri gəlmişkən, çoxları onu əzişdirmək istəyir, lakin valideynlərinə hörmət etdikləri üçün heç kim ona toxunmur, ona görə də o qudurur. Ramin əlavə etdi. Ramin maşını Qalibin evi önündə saxlayıb, maşından düşüb onu binanın girişinə qədər ötürüb dedi. Orada olduğun üçün və onu qoruduğun üçün təşəkkür edirəm. Mənim borcumdur. Yeri gəlmişkən, mən Sonanı görüşə dəvət etdim. Qalib, Raminin reaksiyasına baxaraq cavab verdi. Bəs o nə cavab verdi? Hələ ki, heç nə. Mən ona təsir etməmi gözləmirsən, elə deyilmi? Ramin təbəssümlə soruşdu. Mən artıq sənin pis elçi olduğunu başa düşdüm, deyə Qalib mızıldandı. Bəs o dənizkənarı bulvardakı qız? Ramin maraqla soruşdu. Bir ara Qalib artıq Raminə hər şeyi, yəni o qızı tapdığını demək istəyirdi, amma sonra qərara gəldi ki, hələ ki heç kimə deməyə dəyməz. O, Sonanın həmən yay günü özünə intihar etmək istəyən oğlan olduğunu bilsə, onunla necə davranacağını bilmirdi. Demək ki, qismət olmayıbmış, deyə Qalib çiyinlərini çəkərək cavab verdi.